Bismillahirrahmanirrahim. Esselamu Aleyküm ve Rahmetullah. Allah ibadet itaatlerinizi kabul etsin. Değerli seyyidimizle birlikte inşallah sizin xidmətinizdə olarıq. Selamun Aleyküm. Selamun Aleyküm, Samir müəllim. Allah dualarınızı kabul eləsin. Geçen bayramlarınızı Allah mübarək eləsin. Amin inşallah. Seyyid. Allah sizə bu dini marifləndirmə istiqamətində çəkdiyiniz zəhmətlərin ərsəyə yetməsində müvəffəqiyyət əta eləsin. Allah'ım inşallah. Seyyid. Çok sağ olun. Teşekkür ederim. Seyyid, yenə də gözəl bir mövzu təklif eləmişsiniz. Dinlərin əhəmiyyəti, ümumiyyətlə dini... Aktuallığını nəzərə alaraq, yəni bugün. Bəli, bəli. Yəni din bizim həyatımızda hansı rola malikdir? Əgər din olmasaydı nə olardı? Bəli. İnsan həyatında nələr olmazdı? Din varsa nələr var? Bəli. Bu mövzu həqiqəti biz görürük ki, bəzi sosial şəbəkələrdə də bu artıq öz aktuallığını həmişə qoruyub saxlayır. Xüsusilə ateistlər bu mövzu ilə bağlı çoxlu mübahisələr yaradırlar. Ona görə elə yaxşı ki, təklif etdiniz bu mövzunu. İnşallah sizdən bu mövzunu eşitmək çox xoş olardı. Allahın adı ilə başlayıram. Çox təşəkkür edirəm bu mövzudan mənə söz verdiyiniz üçün. Din olsa nə olar, din olmasa nə olmaz? İki, geniş miqyaslı məlumat tələb edən sual. Böyük izahlı, nümunəli, çox nümunəli cavab tələb edən sual. Niyə deyirəm din olsaydı nə olardı? Çünki faktiki olaraq biz görürük müsəlman cəmiyyəti adlanan cəmiyyətlərdə dinin tələb etdiyi şəkildə din yoxdur. Bəli. Və bu yoxluqdan sui-istifadə edənlər dindarın etdiklərini əsas tutub dini vururlar, dini gözdən salırlar. Yəni, öncə müxatəbin, auditoriyanın zehnində bunu aksiyoma kimi qəbul etdirirlər ki, dinli cəmiyyət yəni bu. Bəli. Yəni, burada mübahisələr yoxdur sanki, mübahisəyə yer yoxdur sanki. Yəni, din, müsəlmançılıq, yəni bu cəmiyyətlər. Bunun üzərində, bu fərziyyənin üzərində böyük bir mövzu qururlar ki, baxın, din cəmiyyəti bu günə qoyur. Burada iki etapda mübahisə eləmək olar, iki mərhələdə. Birincisi, din cəmiyyəti bu günə qoyub, nə günə qoyub ki, məsələn? Bəli. Dinin və dindarın öhdəsinə qalsaydı, bu cəmiyyətlərdə nə problem var idi? Bu bir. İkincisi, hətta bugün sizin cəhcəlalla, şahşaha ilə, fəxrlə danışdığınız qeyri-dindar cəmiyyətin törətdiyi fəsadlar, tökdükləri qanlar göz qabağındadır. Yəni, qulaqlarımız yarı olub onların cinayətlərini eşitməkdən. Heç bir bariyer tanımırlar. Üçüncüsü, Quran-ı Kərim də, digər dini təlimat məcmuələri də o qədər təkrar ediblər bu deyəcəyim sözü. Hətta biz artıq onları, o ayələri, o hədisləri oxumaqda əziyyət çəkirik ki, niyə bu qədər təkrardır? Ona görə təkrardır ki, əməl olunmur. Quran-ı Kərimin bircə bu mesajı bəsdir. Ya əyyühəllədinə əmənu, əminu. Ey iman gətirən insanlar, iman gətirin. Yəni, mənim gözləntim olan iman bu deyil. Mənim iman deyə sizə təqdim etdiyim
və onun nəticələrində sizin xoşbəxt olacağınızı bildirdiyim iman bu deyil. Nəticədə bu pis vəziyyət ortalığa gəlir ki, namərd insanlar belə şeyləri dinin adına bağlayırlar. İndi biz o mövzudan keçirik. Dində nə var? Keçirik. Daha doğrusu, din olsa nə olardan keçirik. Daha real, daha sadə, daha şəffaf danışaq. Din olmasa nə olar cəmiyyətimizdə? Belə deyək də. Təsəvvür edin ki, cəmiyyət bir bədəndir, bir cisimdir, bir fiziologiyadır. Bunun bir hissəsi dindir. İndi istəyirik dini bu bədəndən ayıraq. Görək bu gedəcək olan dinlə birlikdə nələr gedər? Və sonra bədəndə nə qalar? Biz dünya cəmiyyətini dinsiz təsəvvür edək. Deyək ki, din yığışsın dünya cəmiyyətindən. Amma fəlsəfi mənada, siyasi mənada yox. Məsələn, Sovet dönəmində SSR gələndə təbii ki, SSR-nin Şura hökumətinin bütün prinsipləri güya dinsizlik üzərində qurulmuşdu. Ateizm üzərində qurulmuşdu. Marksizm üzərində qurulmuşdu. Bu yalan idi. Ona görə ki, o qədər dinin təlimatlarından doğan məsələlər qarışmışdı bu hökumət sisteminə, idarə etmə sisteminə və heç kəsə də imkan vermirdilər bunları üzə çıxarsın. Hətta gəldi o kulminasiya nöqtədə 2-ci Dünya müharibəsində məcbur oldular insanlara mənəviyyat təlqin etsinlər. Yoxsa kim gedib sənə görə döyüşəcək? Din yoxdursa torpağı nədir? Sənin başına dönün vətən nədir? Fədakarlıq nə deməkdir? Nə demək istəyirəm? Demək istəyirəm, dini cəmiyyətdən çıxarılmış fərz edəcəksə, səmimi olaq. Dinin gətirdiklərinin hamısını çıxaraq cəmiyyətdən. Demirsiniz ki, din varlıların kasıblar üzərində hakimiyyəti üçündür. Demirdilər ki, sizin böyükləriniz din cəmiyyətlərin tiryəkidir, narkotikasıdır. Demirsiniz ki, din mövhumatdır, cəfəngiyatdır. Çox gözəl. Din nədir? Din o dediyi sözlərlə birlikdə dindir. Fərz edək ki, din yoxdur. Bir. Gəlin ədəbiyyatımızdan dini çıxaraq. Din adına, Allah adına heç nə qalmasın ədəbiyyatımızda. Heç nə qalmasın. Yəni bizim məsələn də klassiklərimizlə belə deyək də ateizm ədəbiyyatını müqayisə etməyim. Ümumiyyətlə dünyada götürək. Dünyada dini ədəbiyyatla, yəni dindarların yaratdığı ədəbiyyatla ateizm ədəbiyyatını müqayisə etmək olarmı? Və yaxud o müqayisə əgər olunsa, ortada nə qalır? Məsələn, götürək Azərbaycan ədəbiyyatından. Azərbaycan ədəbiyyatından bizim klassiklərimiz, yəni onlar hamısı böyük-böyük şeyxlər, böyük-böyük alimlər olublar, dindar olublar hamısı. Cəfər Cabbarlıya qədər hamı mollaxanada oxuyub. Bəli. Onu çıxart. Yerdə görəsən nə qalır? Cəfər Cabbarlı daxil olmaqla Mirzə Fətəli Axundzadə, Cəfər Cabbarlı, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Seyd Əzim Şirvani, Mirzə Əkbər Sabir, nə bilim, və s. və ilə axır Abbas Səhərlər hamısı mollaxana məzunlarıdır. Yəni dini məktəbdə ədəbiyyat təhsili alıblar. Hələ indi bunu qoyduq qırağa. Ədəbiyyatımız, baxın, bugün dünyada yəni biz havayı söz danışmamalıydı. Bugün dünyanın 10 ən öndə gedən şairinin, mən Avropalı şairlər qoyuram kənara. 5-inin adını sayıram. Əgər yadımda düz qalıbsa. Əksəriyyəti düz qalıb yadımda. Bir-ikisi ola bilər. Əbülqasım Firdovsi, Nizami Gəncəvi, Sədi Şirazi, Hafiz Şirazi
Xaqani Şirvani. Mövlana Cəlaləddin Rumi. İndi o birlər Mövlana Cəlaləddin Rumi, İbn Ərəbi, İbn Rüşd Əndəlusi, nə bilim İbn Fariz Məkki, canım sənsin Məhəmməd Füzuli, Nəvai, Saib Təbrizi, nə bilim Əmir Xosrov Dehləvi, canım sən desin. Hələ biz qərb şairlərini saymırıq. Mən. Qərb yazarların saymırıq. Mən. Ki bu dindar kimi sanırım tanınmayan şairlər var ha. Bilirsiniz niyə dindar kimi tanınmırlar? Yüzlərlə dinə uyğun əsər yazıb. Əsərlərinin birində məsələn Dostoyevski bir əsərində bir dənə söz deyib, oradan Allahsızlıq, dinsizlik qoxusu gəlir. Onu qabardıblar. Buna deyirlər bu dinsiz şairdir, dinsiz yazardır, dinsiz ədibdir. Hələ biz fərz eləyək ki, bütün o, məsələn, Avropa şairləri Shakespeare tutmuş, nə bilim, Dante'dən tutmuş, gəldi bu tərəfə Rusiyada, məsələn, Pushkini, nə bilim, Lermontovu kimi, Lev Tolstoyu, Dostoyevskini falan, hamısın bunlardan elə bil ki, aldıq, dindarları çıxdıq. Dedik ki, dünya ədəbiyyatında dini yazarları yığışdırın. Mən. Nə qaldı? Bu bir sahə. Yəni dünyanın nəhəng ədəbi hadisələrini ərsəyə gətirən, o əsərləri ərsəyə gətirən hamısı dindar insanlar olublar. Bəli. Səbəbi də bəllidir ha. Dindən başqa kimin nə sözü var axı bu dünyada? Söz ehtiyatı yoxdur. Maarif ehtiyatı yoxdur. Biliyi ehtiyatı yoxdur. Mənəviyyat yoxdur. Biz məsələn ərəb klassikasını oxuyuruq da İslamdan öncə. Yəni o qədər güclü, texniki baxımdan, poetik baxımdan nəhəng əsərlər var. Adam məzmununa görə oxumağa utanır. Nə deyir o kişi? Xanımların müəyyən əzalarından danışa. Yəni, baxırsan ki, mən bunu indi kim üçün oxuyayım, harada oxuyayım məsələn? Hamımız qrammatika oxumuşuq da. Məsələn, Şeyx Bəhaiyə qədər, Allah rəhmət eləsin, səhv eləmirəmsə İbn Əqildə belə oldu da. Qalanların hamısının qrammatik nümunə misalları, hamısı cahiliyyət dövrün ərəblərinin, ərəb şairlərinin misalları, hamısı bir abırsılıq idi. Onlardan sonra başlayır ayə nümunəsi, hədis nümunəsi, qrammatik nümunə olaraq misal olur. Fəlsəfədən götürək dindarları. Aristoteli çıxardaq oradan. Platonu çıxardaq oradan, Sokratı çıxardaq oradan, Hipokratı çıxardaq oradan, İbn Sinanı çıxardaq, Farabi çıxsın, Zührəvərdi ki, çıxmalıdır, İbn Ərəbi çıxmalıdır, Molla Sədranı çıxardaq. Molla Sədra heç də o, Molla demişdi, Tembolə çıxmalıdır, yəni Əllamə Tıvatva çıxmalıdır, canım sənə desin, indi qədimkilərdə, əsair ilə axır. Yerdə qalan filosoflar, olar ki, deyirlər, filosofların çoxu ateist olur. Gətirin, onlar olsun. Onlar dünyanın fəlsəfi saribanları olsunlar. Fəlsəfə kərvanına başçılıq eləsinlər. Görək, nə verir, nə qazanırsınız, o həyat necə həyatdır, canınız sıxılacaqmı, sıxılmayacaqmı, nə əldə eləyəcəksiniz? Məsələn, biz götürək müasir Avropa filosoflarınsa Kant, İmanuel Kantı götürək. Kant məsələn dindar olmayıb. Elə deyirlər ki, yəni dindar olmayıb da, dinin tərəfdarı da olmayıb. Amma onun əxlaq nəzəriyyəsi ki var, əxlaq cəmiyyəti qurmaq. Cəmiyyətimiz necə əxlaqlı ola bilər? Orada gəlib məcburan gəlir dində dayanır. Deyir ki, din olmasa biz əxlaqlı cəmiyyət qura bilməyəcəyik. Sami müəllim, sözünüzü kəsəm davam eləyərsiniz. Din olmasa əxlaqdan hansı elm danışacaq? Hansı elm danışacaq? Hansı dünyəvi elmin predmeti, məsələsi, problemi, sahəsi əxlaqdır məsələ, mənəviyyatdır? Bayaq indi görürəm biri yazıb ki, aktivdir orada bizim bu TikTok səhifəmizdə yazır ki, Yaponlar robot icad eləyir, filan eləyir, nə bilim, kosmosa gedirlər filan ki, indi biz dala qalmışıq, dindən danışırıq, əxlaqdan danışırıq filan. Amma söhbət odur ki, əzizim,
elə əxlaq ona görə lazımdır ki, peyğəmbərlərin gətirdiyi dəyərlər ona görə lazımdır ki, bu texnika ilə, inkişafımızla, robotlarımızla insana və insanlığa ziyan vurmayaq. Elə bir ki, uşağın əlinə bir bıçaq verirsən, uşağın əlinə bıçaq versən ya tapanca versən, o ziyan verər. Elə bir ki, əxlaqsız insana da o cür götürürsən, elmi, texnoloji, inkişaf əgər verirsənsə, o gətirib bomba düzəldib cəmaatı qıracaqdır. Sami müəllim, Yaponların ateist kəsiminin əhval-ruhiyyəsi haqqında bilirsiniz nələr yazırlar? Xeyr. Deyir, heç bir dinə inanmayan bir nəfərdir. Böyük bir elmi inkişaf mərkəzinin böyüyüdür. Çox böyük. Qəbul eləmir heç bir dini filanı. Amma öz ritualı var. Gedir, ya Buddizmə aid, ya Xristianlığa aid, ya Budpərəstə aid nəsə bir ritualı var, mərasimi var. Yəni bir inanc mənbəyi var. Bu inanc sözündə bir söz deyim sanmır. İnanclı və inançsız sözünü mən düzgün hesab eləmirəm. Dindar və dinsiz sözü düzgündür. Niyə? İnanclı adətən bizim müasir leksikonumuzda işlənir dindarlar üçün. İnansız işlədir ateistlər üçün. Ateistlər inançsız deyirlər. Ateistlər öz düşüncələrinə inanırlar. Onlar da inanclıdırlar. Dindar deyil, dinsizdirlər. Dini inancları yoxdur. Düz. Yəni deyə bilməzlər biz heç nəyə inanmırıq. Biz heç nəyə inanmırıq adlı bir şey yoxdur. Sən də nəyəsə inanırsan. İnanır. O da inanclı sayılır bir mənada. Yəni ümumiyyətlə insan və inançsızlıq bu absurddur. Necə yəni? İnsan nəyəsə yaxşı bu adamlar məsələn qumla sementin suyla qarışdıqda beton xarakteri yaratdığına inanmırlar. Bunların da inancları var. Amma inanclarını belə deyək də məbdəyə kəsirlər, məadı kəsirlər, dünyanı qoyurlar yetim. Yəni əvvəli yoxdur, axırı da hesad, ortada bir cəsəd var. Heç də yoxdur. Gəlmişik ki, qırılaq. Gəlmişik ki, əziyyət çəkək. Hardan gəlmişik, heç kəsin haqqı yoxdur desin bunlara görə. Hara gedirik onda heç kəsin haqqı yoxdur. Ortada bir oyun var. Kim qurub oyunu bilinmir. Axırı nədir bilinmir. Atıblar bizi səhraya. Atmayıblar. Elə həmişə səhrada olmuşuq. Elə həmişə səhrada olmuşuq. Belə ağılsız, məntiqsiz. Əlbəttə, kimsə deyə bilər, xeyr, elə deyil. Ateistlər ağlı qəbul edir, məntiq qəbul edir. Düz eləmirlər qəbul etdikləri üçün. Sami müəllim, bir ateistin öz ideyalarına əsasən ixtiyarı yoxdur hansısa mənəvi dəyəri qəbul eləsin. Nəyə əsasən? Ya əxlaqi məsələn dəyərləri biz götürək. Niyə mən kiməsə salam verməliyəm? Niyə sənin evini uğurlamamalıyam? Qanun, başa düşdüm, qanun tutsa, yaxşı, gəldim sənin evə dostcasına, girəvələdim bir şey uğurladım, nə problem var? Niyə olmaz? Kimə cavab verəcəm? Kim məndən haqqısını soruşacaq? Vicdan desən, vicdan nədir? Qardaş, biz ateistik. Vicdan nədir? Nə vicdan? Vicdan nə deməkdir? İnsaf nə deməkdir? Qeyrət nə deməkdir? Mərdlik nə deməkdir? Kişilik nə deməkdir? Madam mənim. Yəni, əgər doğru yanaşma qoyulsa ortaya, yəni ortaya bu problemlər çıxır. Əzizlərim, bilirsiniz, tələbi budur, laziməsi budur, gətirəcəyi nəticələr budur. Ateizmdə ümumiyyətlə əxlaq anlayışı nə deməkdir? Nəyə əsaslanır? Belə izah edirlər də, cəmiyyətdə nə qəbul olunubsa, dəyər kimi, norma kimi filan. Yaxşı, mən cəmiyyətin içində deyiləm. Gelmişəm bir də mağarada yaşayıram. O əxlaqsız hərəkətləri sadalasam, hansı ateist durub milyonların önündə deyə bilər ki, eləmək olar? Yox, məsələn, problem nədir? Onun da problemi var. Problem odur ki, belə çıxır ki, məsələn, bir cəmiyyətdə bu norma qəbul olunubsa, burada etsən, bu yaxşıdır. Amma başqa bir cəmiyyətdə o norma qəbul olunmursa, orada etsən olur pis. Deməli, belə olur ki, əxlaqın heç bir əsası yoxdur. Yoxdur, mənasızdır. İndi belə deyirlər, Sami, biz nə deyirlər? Deyirlər ki, bizim indi teologiyada, bizim kəlam elmində bir sıra alimlər, tədqiqatçı alimlər, güclü tədqiqatla məşğul olan alimlər buyururlar ki, yazırlar ki, bu ki deyilir, din lazımdır cəmiyyətin idarə olunması üçün. Bu yarımçıq sözdür. Məsələn, Mərhum Əllamə Təbəyyətəbəyə buyurur, bu doğru söz deyil. Din
hər bir fərdin idarə olunmaq üçündür. Din cəmiyyətin idarəsi üçündür sözü eyni ilə dinsizlərin qanun cəmiyyət idarə olunsun deyə lazımdır dediyi sözlə eynidir. Yaxşı, mən cəmiyyət yoxdur yanımda. Düşmüşəm Robinson kimi də adaya. Nə istəsəm eləyə bilərəm? Ümumiyyətlə, insan sözünü heyvan sözündən fərqləndirən nədir bunlara görə? İnsan deyəndə, bax, hər hansı bir ateist öz daxili təfəkkürünə baxsın. İnsan deyəndə niyə onun şuuru altında, şuurun alt qatında fərqlənmiş bir varlıq canlanır? Nə üçün? Nə fərqi var başqa canlılarla? Yəni, nə üçün bir heyvani şəhvət, heyvani ehtiras, heyvani qəzəb, heyvani həyat tərzini ateizm nəzəriyyəsinə əsaslananlar rədd edə bilərlər? Nəyə əsasən? Onlar ki, deyirlər, yox, onda nə bilim demografik problemlər yaranlar. Yaransın. Nə problem var? Sən kimsən mən üçün qanun yazsan ki, sən bunu eləmə problemi? Mən problem istəyirəm. Yox, bir gəlib deyər ki, mən ümumiyyətlə sizin nə probleminizi qəbul edirəm, nə problemsizliyinizi. Özüm bilərəm. Yəni, hansı ortaq norma, dəyər var ki, mən durum deyim ki, bunu etməyək. Niyə etməyək? Hə, biz etmirik, sən də etmə, mən edirəm. Xeyr olarsan. Yəni, nə deməkdir bu? Birdən-birə 10 milyon, birdən-birə 5 milyard adam yığışa deyək ki, madəm din yoxdur, Allah yoxdur, biz 5 milyard bu qərara gəlmişik ki, kim gəldi vurub öldürək? Məsələn. Siz nə argument qoyursınuz? Nə deyəcəksiniz onlara qarşı? Siz uzaq başı mənə deyə bilərsiniz ki, elə şey olmur. O elə şey olmur, bilirsiniz niyə görə deyirsiniz? Çünki insanların fitrətinə bələdsiniz. Bilirsiniz ki, insanların vicdanı var, fitrəti var. Özünüz içinizdə qəbul edirsiniz. Üzdə danışanda özünüzə yaparsınız ki, yox, biz dini məlumatları qəbul... Qardaşım, dini məlumatları qəbul eləməsən, bilirsən, dinin neçə dənə hökmü çıxsa, cəmiyyətdən cəmiyyət nə günə qalar? İstəyirəm onlara bir... Sən əmin var, məsələn. Nəyə əsasən sən əmin hörmət eləməlisən? Xalana, bibinə hörmət eləməlisən? Nəyə görə? Niyə görə kiməsə bacı gözü ilə, ana gözündən baxmalısan? Nəyə görə? Niyə öz oğluvu sən dolandırmalısın 18 yaşına qədər? Nə tələb eləyir? Kim tələb eləyir bunu səndən? Hə, deyərsən ki, dövlətlər tələb edir, qanunlar tələb edir. Yaxşı, dövlət qanun tələb eləməsə necə? Bir nəfər qanundan dövlətdən özünü gizlətdi. Gizlədə bildi, onu da necə? Yəni, burada bir çox şeyləri biz açıb deyə bilmirik. Deyə bilmirik. Elə şeylər var ki, həqiqətən də adam utanır o məsələləri dilə gətirmək olmur. Yəni, həqiqətən də dini qanunlar, dinin gətirdiyi dəyərləri əgər cəmiyyətdən çıxarsaq, daş üstə qalmır. Və adamı çox yandıran bilirsiniz nədir? Ateizmə əsasən bu aləmdə heç bir qanun yoxdur. Və bu adamlar dinin bəzi qanunlarını məsxərəyə qoyurlar. Deyirlər, bu düzgün qanun deyil. Əzizim, sənin qanun təfəkkürün yoxdur. Sən nə danışırsan? Sən hardan gəlmirsən? Hara gəlmirsən? Sənin mövzun nədir? Problemin nədir? Ümumiyyətlə, sən nə danışırsan? Sən nəyin üzərində durub danışırsan? Nəyin əsasında durub danışırsan? Mən sənin təfəkküründən cidal əhsən deyirlər də buna. Sənin təfəkkür və əsaslarına deyirəm. Qanun nədir ümumiyyətlə sən yaxşı pis kateqoriyasına bölürsən? Yəni, bilirsiniz necədir? Dini biz çıxartsaq cəmiyyətdən, o deməkdir ki, mədəniyyətdən, incəsənətdən, ədəbiyyatdan, şeirdən, kinodan, teatrdan ki, ilk teatr kainat yaranandan bəri ilk teatr İmam Hüseyin İslamın şəbehi olub. Komediya tipli teatr əvvəlcə olub, təlxəylərin falanları. Amma ilk səhnələşdirmə şəbehlər olub. Kərbəlayi Cəfərin şəbehlərini işləmək, küçə teatrı, folkloru. Çıxartsaq cəmiyyətimizdən, şeirdən gərək mərsiyə janrını, qəsidə janrını, mədhiyyələri hamısını çıxardaq. Və o şəkildə o tipi yazan şairləri, o janrda yazan şairləri də çıxardaq. Və dindən ilhamlanan dinin irfanından, heç deməsin, bu İslam deyil, mən dindən danışıram. Hələ gərək dinin çərçivəsindən sonra özümüz danışarıq ki, Xristiyan sən doğrusan, Buddist sən doğrusan, Müsəlman sən, o başqa mövzudur. Sən gedib Nirvanadan da danışsan, dindən danışırsan.
Sən gedib şamanların, Tibet şamanlarının irfanından danışırsan, dindən danışırsan. Dini çıxartsaq bu ədəbiyyatdan, incəsənətdən, hərbdən dünyanın müqəddəratını, dövlətləri, sərhədləri, xalqları, demokratiyanı, demografiyanı, nə bilim, sosial həyatı həll edici rol oynayan müharibələri, siyasətləri çıxardaq, dini çıxardaq oradan. Sən görüm hansı əskərə deyə bilərsən ki, get sən öl, o birisi yaşasın. Nəyə əsasən deyəcəksən? Ümumiyyətlə sən kiməsə namərd, xain necə deyə bilərsən? Xain nə deməkdir, din yoxdursa? Nə deməkdir xain? Madem mən də bir heyvanam, o bir də bir heyvandır və canavar da bir heyvandır, canavar nə edir, mən də onu eləyim də. Yəni, bilirsiniz, burada insanların, eşlənlərin... Məsələn də, o Sovet dövründə kommunistlər baş salırdılar ki, sən getsən qəhrəmancasına həlak olsan, vətən uğrunda, insan uğrunda falan, sənin adın əbədiləşər. Çox böyük hiylə idi, çox. Yəni, insan, qoymurdular, mollalar danışsınlar, ilahiyyatçılar danışsınlar. Yəni, insan sual verir ki, sən deyirsən ki, ölür insan, yox olur, gedir. Sözü əbədiləşəcək adın. Yaxşı, məndən sonra, hansı yox olmuşam, heç nə yoxdur, adımın əbədiləşməsinin mənə nə faydası var? Quran Allama Təala əl-mizanda gətirib deyir ki, insanları aldadırdılar. Niyə aldadırsan məni? Deyirsən ki, adın əbədiləşər. Ya onu düz demirsən, ya bunu düz demirsən. Əgər adım əbədiləşəcəksə, deməli sən yalan deyirdin ki, ruh yoxdur, ölümdən sonra heç zad yoxdur. Yox, dünyada əbədiləşsən, mənə nə faydası mən yoxam ki. Yəni, mən gedirəm, ölürəm ki, sən yaşayasan. Niyə? Niyə? Nəyə əsasən? Yəni ki... Mərdlik desən, nə mərdlik nədir? Fədakarlıq desən, fədakarlığı nədir? Vətən qeyrəti nədir? Vətəni sevmək... Bunlar nə? Din yoxdursa bu ifadələr nə deməkdir? Nə anlamı var? Nə zəmanəti var? Nə qarantiyası var? Nə təzminatı var? Sən bir döyüşçüyə nə deyə bilərsən? Niyə döyüşçü gedib ölməlidir ki, sən yaşayasan? Əgər din yoxdursa. Sən ona o sözü deyəndə, o fikirləşir ki, adamlıq var, mərdlik var, fədakarlıq var, adam kişi olar, adam... Bunlar hamısı dini sözləridir. Sən dini çıxarsan, ateizmi qoysan ortalığa, deyirəm ki, mən nakişiyəm, sonra? Nə olacaq? Şərəfim itir. Şərəf nədir? Ləyaqət nə? Yəni, baxın, ağıl lazımdır. Həqiqətən ağıl lazım düşünəsən ki, din və dinlər və dinlərin təlimatları olmasa, siz deyən kimi daş üstə qalmaz, heç nə qalmaz ortalıqda. Aləm qarışar bir-birinə. Hələ biz gələk... Yəni, dinin, məsələn, siz bayaq o sahələri saydınız, elə bir sahə yoxdur ki, dinin orada çox fundamental töhfəsi olmasın. Hökmən. Yəni, onun təməl prinsipinə biz baxsaq, görürük ki, dinin gətirdiyi dəyərlərdir bunlar. İstər mədəniyyət sahəsində olsun, istər elm sahəsində olsun, texnologiya və digər. Yəni, bunlar hamısı o təməllərinə baxanda görürsük ki, burada dini dəyərlər var. Nəinki dəyərsizlik, nəinki... Əhsən, mən o gətirmək istəyirəm söhbəti. Ateizmin bir var, o elmi ateizmin izahları, onların da özlərinə görə arqumentləri, məntiqi dəlilləri, verdikləri mesajlar, şüarlar. Bir də var, hər bir elmi söhbətin sonunda insan özünə belə bir sual verir. Onda nə olur? Nəticə. Bu onda nə olura gətirib çıxaranda, ateizmin izahlarından sonra adam deyir ki, yaxşı, onda nə olsun? O zaman mən həyat nədir onda? Nə qalır ortalıqda? Bu nə? Axı, mənim içimdən bir ruh fışqırır, qaynayır ki, sən insansan. Baxın, Quran-ı Kərimdə bir mövzu var da, məsx olunmuş varlıqlar. Yəni, Allah Taala'nın dininə qarşı o qədər mübarizə aparanlar var idi, şiddətli mübarizə aparanlar. Onlar o qədər şiddətli mübarizə apardılar ki, Allah Taala sonda onları meymuna çevirdi, nə bilim, donuza çevirdi və s. Və bütün dini məlumatlarda deyilir ki, Quran-ı Kərimdə yox, hədislərdə deyilir ki, onlar 3 gündən artıq yaşamadılar. Bəli. İndi sual, meymuna çevrilmiş bir insan niyə 3 gündən artıq yaşamasın? Axı,
baxın, bir meymun olmaq pisdirsə, bir insan meymun olanda o qədər məşəqqət çəkirsə ki, 3 gündən sonra ölür, bağrı çatlayır, ürəyi partlayır. Bəs meymunlar nə yaşayırlar? Donuzlar nə yaşayırlar? Ayılar nə yaşayırlar? Cavab budur ki, bir meymun daxilən də meymundur. Yəni. O öz balasını hamıdan gözəl hesab edir. O öz yoldaşı ilə xoşbəxtdir, ailəsi ilə xoşbəxtdir. O bir donuz, biz iyrənc baxdığımız o donuz öz iyrəncliyi ilə xoşbəxtdir. Bir ayı o ayılığı ilə xoşbəxtdir. Yəni. Niyə? Çünki onun təfəkkürü də ayıdır. Onun mümkünsə bu ifadələr işlətmək. Onun beyni də, şuuru, nə qədər şuuru varsa o da ayıdır. Amma bir insan çevrilib ayı olursa, insan olaraq ayıdır. Daxilindən insanlıq qaynayır, coşur. Amma görür, mən insan deyil. Bağrı çartlayır. İndi bəzi insanlar var, bizim kökümüzü meymunlara calamaq istəyirlər. Onların başa düşməkləri budur ki, bütün o biyoloji mövzuları qoyun kənara. Bu, insan fərz edək ki, biyoloji baxımdan meymundan əməl gəldi. Bəs bunun insaniyyəti, insani duyğuları necə meymundan insana çevrildi? Bunu fikirləşən yoxdur. Mən sizə əmin edirəm, bunu da desəz, yarım saat sonu bilinməyən mənasız söz yığınağın deyəcəklər. Heç də yoxdur ortalıqda. Axır yerə çatmır. Sadəcə səni susturmağa çalışırlar. Elə söz əsassız söhbətlərdir onlar da. Məsələn, dünyanın yaranması, insanın meydana gəlməsi falan. Bunu baxırsan, bəzən biz danışanda bizə deyirlər, nağıl danışırlar. Amma onların danışdıqları şey nağıl yox. Və əməli başlı əsatir danışır, əfsanə. Hələ onun, sizin sözünüzün qüvvəti. Biz danışanda deyirlər ki, nə Quran? Özü danışanda deyir ki, 18-ci əsrdə, nə bilim, filan kəs dedi ki, deməli, Quran heç, o əyyaş filan kəs hə, o dedisə qurtardı, getdi, sübut olundu. Quran dedisə yox, Peyğəmbər dedisə yox, birdən bir nəfər ateist ruhlu, hardan çıxdığı bilinməyən, hardan gəldiyi bilinməyən, babasını meymun hesab eləyən bir şəxs gəlib dedisə, vəssalam, məsumdur. O vəhiy gəldi elə bir, kitabların vəhyi budur. İnsaf yaxşı şeydir. Adam gərək danışığının nəticəsi nə olacaq? Bax, indi biz bayaqdan danışırıq və eşidənlər insafları varsa görürlər ki, dinlərin insanların həyatında rol oynamadan həyat davam eləsə, həyat olmayacaq, heç də davam eləməyəcək. Yəni, bizim həyatımızın içini zənginləşdirən, bizi xoşbəxt edən nədir? İnsani münasibətlər, dostlarla oturub durmaq, deyib gülmək, qarşılıqlı ehsanlar, yaxşılıqlar, fədakarlıqlar, mərdliklər, xeyirlər, şərlər, toplum təfəkkürü, müştərək şüarlar, özür istəyirəm, mənəvi məclislər, şeir məclislər, yəni bunları siz kəsin və sonra bir ateist məni aparsın bir dənə, məsələn, Qarabağın dilbər bir güşəsini desin ki, gör nə gözəl mənzərədir. Desə mənzərə nədir? Mənim vücudumda bu bərbad bir problem yaranıb ki, mən mənzərəni gözəl hesab edirəm. Mənzərə, gözəlliyi nə deməkdir mən? Gözəlliyi nədir? Sən deyə bilməzsən, mən daxilimdə. Daxil nədir? Sənin daxilində qaraciyərdir, ağciyərdir, ürəkdir, bağırsaqdır və s. və elədir. Nə daxil? Ümumiyyətlə, millətlərin formalaşmasında, dövlətlərin formalaşmasında bir neçə amil var ki, onlar o mühərrik rolunu oynayırlar. Dildir, dindir, mədəniyyətdir, adət-ənənələrdir və s. Bunlar bütün millətləri, bütün xalqları birləşdir. Bəzi dəyərlər var ki, onlar məhduddur, yəni müəyyən məhdud səviyyədə insanları birləşdirə bilir. Məsələn, biz deyə bilərik ki, məsələn, dil o dəyərlərə aiddir ki, yəni o dildə, yalnız o dildə danışan insanları birləşdirə bilir.
Yəni birləşdirib bu mənadakı, yəni doğmalıq hiss eləyirsən də. Doğmalıq hiss eləyirsən. Dünyanın harasında getsən, o Həzaslanma filmində var, Almaniyanın çöllərində birdən küçələrə səpmişən mahnısını eşidir. Qaçır tutmağa tuta bilmir əskəri. Yəni o İstər-istəməz o doğmalıq, o bir-birini anlamaq, başa düşmək, bu birləşdirir insanlar. Amma bu da yalnız o dildə danışanlar. Amma bəzi dəyərlər var ki, onlar müştərəkdir. Bəşəri dəyərlərdir. Ədalətdir. Dil, məsələn, dil rəng problemini həll edə bilmədi dünyada. İndinin özündə də qərb dövlətlərində o problem var, qara, ağ dərili problemi. Dil onları birləşdirə bilmədi. Amma onları din birləşdirir. Məsələn, müştərək inanc, əqidə. Bəli, yəni ideologiya birləşdirir. Düzdür ki, indi mən o mövzumuz o deyil deyə biz onu müzakirə eləmirik ki, o məsələn qərb dünyasında o dini dəyərlər nə qədər bacardı o problemi həlli, o başqa mövzudur. Amma məsələn İslam dini bu problemi həll etdi. O Zənci hərəkatının böyüklərindən Malcolm X. O gəlib, Allah rəhmət eləsin, o gəlib həccdə, onun bioqrafiyasını oxuyanda orada mən rastıma gəldi ki, həccdə insanların bir geyimdə, bir yerdə ibadət etməsini, bütün rəngləri təmsil edən nümayəndələr, bütün insanlar orada birləşib, bütün dillər, bütün rənglər, bütün irqlər orada birləşib, bir amal uğrunda, bir yerdə ibadət edib, onu deyir, ağlamaq tutmuşdu ki, yəni bu din bu problemi həll eləyib. Amma qərb dünyası hələ də bu problemi həll eləyib. Onu getdi, yansıtdı qərbdə, Amerikada axı şəhid elədilər. Yəni, məsələ budur. Yəni, biz əgər dini çıxarsaq, bir çox problemlərlə üz-üzə gələcək. Ona görə məsələn biz tarix oxuyanda, Azərbaycan tarixini oxuyanda, orada çox gözəl bir söz vardı, mənim xoşuma gəlmiş. Ümumiyyətlə, həqiqətən də o haqq söz həqiqətən hər zaman insanların xoşuna gəlir. Deyir, İslam dini Azərbaycana gələndən sonra bizim xalqımız təşəkkül tapdı. Yəni birləşdi, təşəkkül tapdı, eyni əqidə uğrunda. Yoxsa yarısı məsələn xristian, yarısı atəşpərəst, yarısı falan o pərakəndə. Kimsə kimsənin kitabını oxumurdu. Bəli, amma İslam dini gələndən sonra, bütün xalq bu dini qəbul edəndən sonra xalq təşəkkül tapdı, xalq birləşdi. Yəni, mən bir mövzuya toxunmaq istəyirəm. Bilirik ki, dinlər tarix boyu, yəni indi bizim dilimizdə yəni dindarların nöqteyi nəzərindən, aspektindən yanaşsaq, Həzrət Adəm əleyhissalamdan bu yana Big Bang tərəfdarlarının dili ilə desək, o böyük partlayışdan sonra ki, məsələn, neçə müddət sonra insan yarandı, insandan bu yana başladı dövlətlər, xanlıqlar, feodalizm, nə bilim, başqa şeylər yaranmağa. Hər nədir? Daş dövrüdür, nə bilim, Neandertal dövrüdür, hər nədir? Mənim işim yoxdur onlarla. Hər nədirsə. Bütün o hakimiyyətlərdə, dövlətlərdə din mühüm rol oynayıb. Əhəmənilərdən tutmuş, Sasanilərdən tutmuş, Makedonlar, İskəndərdən tutmuş, nə bilim, Herodotdan tutmuş, qədim Yunanlarda, hara baxsan, Səfəvilər, qərbdə məsələn, İngiltərə krallığı, nə bilim, Fransa, Napolyon filan, siz bütün onları nəzərə alın. Hamısında, Misrindən tutmuş, hamısında bu və ya digər formada hər hansı bir dinin, dövlətin tərkibi olaraq çox mühüm rol olub. İndiki dövrdən çox mühüm rol olub. Bu aydındır, bu danılmaz faktdır. Nə demək istəyirəm? Sovet dövründən bizdə qalmış Sami müəllim, biz bir pis şuuraltı var. O nədən ibarətdir? Sovet ədəbiyyatı, Sovet tarixi, fəlsəfəsi bizi aşılayırdı ki, bu dinlər dövlətlərin siyasəti üçün lazım olduğu nöqtə nəzərindən yaradılmışdı və cəmiyyəti yaxşı idarə eləsinlər. Mənim maraqlı bilirsiniz nə gəlir? O vaxt bizim təfəkkürümüzə bunu yedirdilər ki, həyatın əsli dinsizliyidir. Yəni biz orijinal yaşayışı nəzərə alsaq, planetimizi nəzərə alsaq, tariximizi, əslində dinsizliyə əsasdır. Indi zalım siyasətçilər dini salıblar bu dövlətin içinə. Nəyə əsaslanır bu nəzəriyyə? Fakt budur ki, tarix boyu həmişə din olub.
İndi bu saat dünyada tutalım 8 milyard insan var. Bu 8 milyard insanın 2 milyarddan çoxu İslam dininə xidmət eləyir. Yəni 2 milyarddan çox insanı Həzrəti Məhəmməd sallallahu aleyhi və aleyhi idarə eləyir. Bu və ya digər formada pis yaxşı. Qalan tutalım 2 milyard nə qədərini xristianlıq təşkil eləyir. Yəni bunları da Həzrəti İsa aleyhissalam və digər peyğəmbərlər idarə eləyir. Elədi 4 milyard. Qalanlar da ya təhrif olunmuş dinlərdir, ya əhl-i kitab dinlərdir, Yahudilik kimi azdılar, ya qeyri-səmavi dinlər də elə dindir. Bəli, kitab əhli olmayan dinlər. Yəni dünyanın ən azından 5 milyardı nəfərini peyğəmbərlər idarə edir. Qalan 3 milyardın da hamısı ateist deyildi. Əlbəttə ki. Mütləq əksəriyyəti o 3 milyardın. Deyim, mən bilmirəm. Hacı, mən xəbərim yox. Bu dünyanın rəsmi statistik, mən o vaxtı elə oxumuşdum. Cəmi 1% ateist. Yəni insanların cəmi 1% ateistdir. Qalan hər kəsin bir dini var. Yaxşı ya pis, onu biz müzakirə edirik. İstər onun bütpərəsti olsun, istər... Yəni hörmət eləyir peyğəmbərinə. Yəni o da inanır. Yəni bütə inanan da dindardır əslində. Amma indi o öz təsəvvüründəki dindardır. Yəni o da onu ateist hesab etmək olmaz. Amma dünyanın cəmi 1% ateist. İndi bu reallıqdır tariximizdə. Yəni kimsə durub desə ki, yox bu olmasın. Qardaşım, olmasın bilirsən nə deməkdir? Olmasın budur ki, indiki 5 milyard heç nə bilmir. Və tarixdəki Səfəvilər, Osmanlılar, Ağqoyunlular, Qaraqoyunlular, Napoleonlar, İskəndərlər, Sezarlar, nə bilim Aristotellər, Sasanilər, o tərəfdə qırmızı dərli, yəni dünyanın mütləq əksəriyyəti qanmazıymış. 3 nəfər çıxıb ağıl dəryası. Bu nə deməkdir məsələn? İnsan oturub düşünməlidir. Aynı biz danışdıqda yəqin tamaşaçılar deyirlər ki, belə çıxır ki, bəli, belə çıxır. Bunlar bizi bura sürükləyirlər. Necə ki, Qur'anilər bizi sürükləyirlər buna ki, İslam deyəndə o qədər can sıxıcı, məhdud, mənasız bir fenomen qalsın ortalıqda, adam desin ki, bunu nə edirəm mən? Eləcə də bu ateistlərin nəticəsi bu olacaq ki, heç nə, yəni nə insanlıq, nə adamlıq, nə heç zat da, heç zat. Elə heç zat vəssalam. Heç kəsin ixtiyarı yoxdur ki, məsələn desin ki, elm öyrənmərəm, niyə elm öyrənməliyəm? İndi bir ateistin ixtiyarı varmı ki, ateizm əsaslanıb desin ki, elm öyrənmək lazımdır. Niyə? Lazım deyil mənə. Nə deyəcəksən sən mənə? Nə qoyacaqsan qabağıma mən deyim ki, hə, bax buna görə eləməliyəm. Nə? Qanun yoxdur ki, sənə görə. Odur ki, insan düşünməlidir ki, mən tutalım elə inanmışam bu dinsizliyə. Fikirləşmirəm ki, mənim bu dinsizlik, yəni nəzəriyyəmin cəmiyyətdə, fərdlərdə hansı, yəni sabah mən desələr ki, bəli, yığışırıq, səni lider təyin edirik. Nə verəcəm amcama, nə deyəcəm? Gəl quzaq kimi qabağa düşüb başa qurt sürüsünü idarə eləyəcəm. Belə desən, vaxtımız qutarıb. Vaxtımız qutarıb, ha? Biz çox söhbəti uzatmaq istəməsində o qədər sözlər bizim ürəyimizdə qaldı ki, deyə bilmədik. İnşallah gələn söhbətimizdə əgər Allah qismət eləsə yenə də söhbətə. Amma arada qayıtmaq lazımdır, demək lazımdır Seyid. Bəzi məsələləri müzakirə etmək lazımdır. Çünki sosial şəbəkələrdə biz görürük ki, o qədər ateistlər aktivləşib. Aktivləşsin, mənim sözüm yoxdur, amma şükür Allah, bugün artıq cavablarını verənlər çoxalır. Bir neçə qardaşımız var ki, hətta bir neçəsi əvvəl özü ateist olub, oxuyub, araşdırıb. Onların oxuyub, araşdırıb dindar olması göstərir ki, ateistlərin mütləq əksəriyyətin problemi elmi təvazökarlığın olmamasıdır. Təkəbbür var. Elmə yanaşsalar, elmləri çoxalsa, sonu dindir. Bəli. Yəni, onlara da cavab verilməlidir. Çünki bəzən də şübhələr atırlar ki, insanlar da görürsən, eşidəndə, cavab tapmayanda şübhəyə düşürlər. Bu baxımdan bu mövzular çox
əhəmiyyətlidir. Təşəkkür edirəm. Allah sizi var eləsin. Allah köməyiniz olsun. Həm bu mövzunu qoyduğunuz üçün, həm də Salamat olun. gözəl fikirlərinizə görə. Allah razı olsun sizlərdən. Allah köməyiniz olsun. Çox sağ olun.